Salam, hər vaxtınız xeyir olsun. Dəyərli müəllim və şagirdlər, gəlin belə bir sualın izahına baxaq. Deyir ki, bərabərlikləri ödəyən kompleks ədədlərin əmələ gətirdiyi çevrələr arasındakı ən qısa məsafəni tapın. Deməli, gəlin birinci bu bərabərliyə baxaq. Bizə deyir ki, ümumiyyətlə bilirik ki, z nədir? Z bərabərdir x plus y kompleks ədədidir. Gətirib bunun yerinə yazsam, olacaq modulda x plus y çıxılsın 2 plus 4i bərabərdir nəyə? 2 olmuş olur. Bax belə. İndi burada gətirsəm yazsam modulda x çıxılsın 2. Bu i olan ifadələrdən i-ni deməli nədir? Mötərizə xaricinə çıxarsam mən qalacaq. Üzərinə gəlinsin y plus 4i modulda bərabərdir 2. İndi mən bunu hər tərəf kvadrata yüksəldə bilirəm də. Olacaq nə? X çıxılsın 2-nin kvadratı üzərinə gəlinsin y plus 4-ün kvadratı bərabərdir 2-nin kvadratı deyilir 4. Bu da nədir? Deməli bunun mərkəzi nə olur? X bərabər olur 2-yə, y bərabər olur -4-ə. Radius da nədir? Radius da olur deməli 2. Bax belə. Gəlin bu çevrəni burada çəkək. Deməli burada mərkəz nədir? Mərkəz 2 -4 olur. 2 -4 olur. Radiusda nə olur? Radiusda olur 2. Bax belə. İndi ikinci bərabərliyə baxaq. Burada da yenə z nədir? Z yenə də x plus y idi. Gətirib modullu yerinə qoysam olacaq x plus y plus 3 minus 8i modulda bərabərdir 3-ə. Buradan yenə də olur modulda x plus 3 üzərinə gəlinsin. Olacaq deməli nə? Y çıxaq 8i bərabərdir 3-ə. Hər tərəf kvadrata yüksəltsəm olacaq x plus 3-ün kvadratı üzərinə gəlinsin y minus 8-in kvadratı bərabərdir 9-a. Burada da yenə nə olur? X bərabər olur -3-ə, y bərabər olur 8-ə. Radius r də bərabər olur 3-ə. İndi gəlin bu çevrəni quraq. Deməli burada gəlin belə eləyək. Bu biraz böyük çevrədir. Çünki radius burada 2-dir. Birində 2-dir, birində 3-dür. Bunun mərkəzi olur -3, 8. Radius da olur nə? Radius da olur 3. Bax belə. İndi burada bizdən deyir ki, çevrələr arasındakı ən qısa məsafə. Ən qısa məsafə bax bu məsafədir. Bu məsafəni istəyir bizdən. Bu məsafə də necə tapılır? Deməli mən bu məsafəni iki nöqtə arasındakı məsafə düsturu ilə taparam. Deməli d bərabərdir kvadrat kökün altında. Deməli -3 çıxılsın 2-nin kvadratı üzərinə gəlinsin 8 üstə gəl 4-ün kvadrat kökün altında. Bu nə verir bizə? Bu bizə verir kvadrat kökün altında 25 üzərinə gəlinsin nə? 144. Bu bizə verəcək 13. 13 hara oldu? Bax ki, bu radiusu belə yazaq. Bunu belə eləsəm mən 13 oldu deməli bax 13 oldu. Gəl bunu sarı ilə göstərək. Bütövlükdə bax bu məsafə. Bax bu məsafə. Amma bizə bu ortadakı qalan məsafə lazımdır. Yəni ki, ən qısa məsafə. Ən qısa məsafə, bunun radiusu burada 2-dir. 3 də burada. Deməli, ümumilikdə 13-dür. 13-dən çıxıram nəyi? 3-dən 2-nin cəmi, yəni ki, 5-i. Bu deyilədi nə? 8. Deməli, ən qısa məsafə, bu məsafə bizdə 8 imiş. Cavab olur 8 bu şəkildə.